İlkin Feyziyev, tutdum səni. Salam. Əlimdə bax, bir dənə onluq var, bir dənə də qutu var. Aha. Qutunun içində bahalı bir şey də ola bilər, ucuzlu bir şey də ola bilər. Ya da ki, bu onluğu götürə bilərsən. Mənim bəxtimdən qutuda ucuz olacaq. 10 manatı götürmək istəyirəm. Dəqiq 10 manatı götürmək istəyirsən. Amma belə deyirsən, mən indi düşünmək istəyirəm. Ola bilər indi qutunun içində Oturaq. qutunun içində böyük bir şey də çıxsın. Aha. İndi mən sənə şans yaradıram. Qutu yoxsa pul. Amma bu 10 manat puldur, nağd puldur. Yəni Nağd bu bilirsən ki, puldur Bir dənə pula da. baxım. Yox, dəqiq təmiz puldur. Gerçək baba, puldur. Gerçək puldur. Yəni bu Bir dənə qutunun ağırlığına baxsam olar. hə, ağırlığına bax. İçində İçindən yəni boşdur. bəlkə mən pul da qoya bilərəm onun. Yəni böyük bir şey də ola bilər. Yox, pul olmasın içində. İnşallah ki, maraqlı şey var. Mən istəyirəm ki, riskə atım. Sənin köynəyində də elə yazılıb buradakı no risk, no story İndi yazılıb. sənin qərarın nə oldu? Mən risk atıb qutunu götürəm çünki qutudan maraqlı şey çıxacaq. 100%. Pis şey də çox şey Qutudan yox. bir dənə heç nə çıxdı. Ay, heç nə Bəlkə çıxsın. borc çıxdı. Bu son qərarım bu. Bəlkə onluq. Ay 100% bu. Bir dənə bəlkə qutunun içindən bəlkə çıxmadı heç nə. Qardaş 100% dirəşi bilərim məndən. Mən bunu istəyirəm. Yaxşı. İndi bu onluğa həsrət qalsın. Bunu açıram, içində borc çıxdı görərsən. Açım. Aç. Açsan gözlərimi. İçindən bax gör nə çıxdı. Bax. Bu cür suveniri sən apara bilərdin. Hadi bunu götürüm də. Hə də apar da gəl. Çox sağ ol. Sağ ol. Sağ ol. Bir özüm alacağam. Hə də sağ ol da.